Salam dəyərli tələbələr, mən Tural müəllim, Edu Kompaniyanın Mavi filialının Nəsib müəllimi. Bu günləri 2019 magistratura qəbullaşan bir neçə sual izahına baxacağıq. Əvvəlcə birinci sual sözlər arasında əlaqədir. Saniyə, saat, saniyə, dəqiqə yazılır. Saat, saniyə, dəqiqə yazılır. Dəqiqədir. Metr 10 desimetrə bərabərdir. 1 desimetrdə 10 santimetrə bərabər. Aralarında fərq edir. Bilək də birinci sualın düzgün cavabı B variantı olur. Məsələn, C variantında 1 ton 10 sentlərə bərabərdir. 1 sentner 100 kiloqramdır, fərqi edir. Burada da 1 ton 1000 kiloqramdır, burada yerləri səhvdir. Ton qram kiloqram versə düz olardı. Arada fərq edir olardı. 1 ton 1000 kiloqram, 1 kiloqram 1000 qram. Burada da yenə aralarında fərq çoxdur. 1 kilometr 100 santimetrdir. Burada da yəni santimetr milimetr arasında fərq 10'dur. Keçirik ikinci sual. İkinci sual mətnin təhlilidir. Bu tür suallarda cədvəl çəkərək həll edirik. Əvvəlcə oxuyaq belə 2 nəfər var. Aynacaqda 4 nəfər əyləşir. Deməli, cədvəlimizi 4'ü 4'ə çəkəcəyik. Nənə, adları yazın bura. Nənə, dayanacaqda olanlar, cavan qız, cavan oğlan və eynəkli kişi. İndi bunlar hər biri əllərində müəyyən nəsə var. Məsələn, birinin əlində it, yazılan bura it, birinin əlində deməli uşaq, birində qəzet, birində isə gül dəstəsidir. Və gül dəstəsi. Deməli, burada necə verir? Burada belə bir şərtdə verir. Dayanacağın yanında tələbə qız durub, bu sizi çaşdırmaq üçündür. Tələbə qız burada əslində heç bir rol oynamır. 4 nəfərdir. 4 dənə də deməli, yazıb burada əllərində nə var. Sonra deyir, nənənin əlində nə it, nə də gül dəstəsidir. Deməli, nənənin əlində nə it, nə gül dəstəsidir, nənəyə çıxış işarəsi qoyulur bura. Yəni, nənənin əlində ya uşaqdır, ya da qəzetdir. Sonra əlində qəzet tutan adam cavan oğlanla qucağında uşaq tutan adamın arasında əyləşir. Yəni, əlində qəzet tutan kimdirsə, cavan oğlanla qucağında uşaq tutanın yanında əyləşirdir. Deməli, buradan belə nəticə çıxır ki, cavan oğlan əlində nə qəzet, nə də uşaq yox. Ona görə cavan oğlana qəzet çıxış işarəsi qoyulur, uşağa çıx qoyulur. Ya it tutur əlində, ya da gül dəstəsini tuturdur. Ya gül, ya da sonra növbəti deyir ki, eynəkli kişinin əlində qəzet tutan adam, eynəkli kişinin əlində nə qəzet, nə də itdir. Eynəkli kişinin əlindəki nə qəzet, nə itdirsə, qəzetdən itə çıx işarəsi qoyulur. Cavan qız eynəkli kişidən solda, cavan qız burada əyləşir, eynəkli kişidən deməli, eynəkli kişidən solda, burada əyləşir və gül dəstəsi olan adamla sağda əyləşirdir. Yəni, belə çıxır ki, o zaman cavan qız əlində gül tutmuyubdur, cavan qıza gülə minus fərq qoyuruq, eynəkli kişi də əlində gül tutmuyubdur. Eynəkli kişiyə də gülə çıx işarəsi qoyuruq. Və sonda deyir ki, əlində kitab tutan adam oturmuyor, bu da çaşdırmaq üçündür. Kitab haqqında heç burada məlumat yoxdur. Buradan tapmaq olar ki, eynəkli kişi nə qəzet, nə gül. Avtomatik əlində uşaq olur, bura üstəgəl qoyuruq. Buraları çıx edirik, nənə əlində qəzet tutur, buraları çıx edirik, cavan qız əlində it tutur, buranı çıx edirik, cavan oğlanda gül düşür. Beləliklə, düzgün cavab it kimin əlindədir deyirsən, deməli, it cavan qızın əlində olacaq. Düzgün cavab A variantı. Keçirik üçüncü sual, fiqurun perimetrini istəyir. Perimetri fərəqlərin
cəmi nəzərdə tutulur. Deməli, burada biz perimetri tapanda, əvvəlcə burada BA bura 5 cm-dir, AB AC-yə bərabərdir. Deməli, perimetri tapanda AB ilə AC-ni toplayaraq eləyər 10 cm və üzərinə deməli, gələcək həmçinin deməli, buradakı qövsün uzunluğunu. Uzunluğun da düsturu bu şəkildə tapılır. Alfa bölünsün 360, vurulsun 2 pi düsturundan istifadə olunur. Qövsün uzunluğunu tapmaq üçün. Alfanın ölçüsü 120 dərəcədir. 120-ni bölürük 360-a. Vururuq 2-yə. Pinin qiymətini verib mörtəzidə 3-ə bərabərdir. Radiusdakı 5-ə bərabərdir. Deməli, vururuq 5-ə. Burada eləyib 3-də 1 vurulsun 30. O da 10 cm-dir. Beləliklə, üzərinə 10-da gəlirik. Yəni, AB 10, AC 10, AB 5, AC 5, 5 üstə gəlir, 5 üstə gəlir 10. Belə düzgün cavab 20 cm, yəni C variantı olacaq. Ondan sonra keçək əsasən məsələlərə baxaq. Məsələn, bu suala baxaq, 5-ci sual. Daha asandır, şəkillə bağlı olan bir sualdır. Burada çox vaxtı səhv edirlər, şəkilləri üst-üstə qoyursan, eyni hissələr atılır. Məsələn, bu şəkillə bunu üst-üstə qoyanda mərkəzində kvadrat qalır. Amma üzü yəni bu tərəf olmalıdır. Çox vaxtı beyni götürürlər, B səhv cavabdır. Üzü görsünüz çəpəkidir burada. Yəni, üzü bu tərəfə olmalıdır. Rom kimi də, yəni bax belə kvadratlı formada. O da C variantında verilir. İstər əsasən məsələlərə baxaq, mətnlərə baxaq. Bu sual da şifrələrlə bağlıdır. Burada hər bir hərfin kodunu tapırsan, ondan sonra asan sözünün kodunu tapmaq olur. Gəlin baxaq, məsələn, 7-ci suala. Burada birinci növbədə, birinci cərgədə, burada birinci növbədə hansı adı tapmaq olar? Aydan adını. Aydan adının qoşası var. Aydan adının qoşası varsa, yəni birinci və dördüncü rəqəmi eyni olan 28625-dir. Deməli, aydan 28625-i göstərir. Bunu tapandan sonra Nurayı tapa bilərik. Aydanın sonuncu rəqəmi 5-dir. Nuray deməli olacaq 5 ilə başlayan, yəni Nuray olacaq 54, 328. Bunu da tapdıq. Burada adını tapdıq ki, 3-dür. Onda Rəsul tapa bilərik 3 ilə başlayan. Rəsul olacaq 37, 0, 49. Rəsul da tapdıq. Ondan sonra deməli, sını tapdıq ki, 0-dır. Yunisi tapa bilərik. Axırı 0-dan çıxaran Yunis də olacaq 84, axırı 0-dan çıxaran 510. Və bir dənə sözümüz qalır. Deməli, növbəti sözümüz iradə. İradəyə də o zaman hansı qalacaq? İradəyə də çıxmayan burada 28625, 37 çıxır, 28000, demək 13267 qalır. 13267. İndi burada sual işarəsi qoyub, kvadrat, bərabər və asan. Asan sözünü düzəldə bilərik artıq. A2-dir, S0-dır, A2-dir, N5-dir. 2025 ədədir, nəyin kvadratdır? 2025, 45-in kvadratdır. Deməli, 45 ilə başlaması üçün U4-ü göstərir, 5-i də göstərən rəqəmimiz N-dır. Demək, düzgün cavab bunun sözü olacaq. Yəni, C variantı. Keçək növbəti. Məsələn, burada sözlər var. Romanın girişi proloq adlanır, operanın girişi uverturadır. Məsələn, şahmatın da girişi debütdür, amma yerləri səhvdir burada. Şahmat debüt olsaydı, düzgün cavab olardı. Deməli, sonra növbəti şərq-qərb antonimdir. Qışın antonimi, yəni əks mənası yay gedir. Yay fəsli. 10-cu sual ardıcılıqdır. Burada ədədlər arasında əlaqəyə fikir versək, deməli, arxadan başlasaq buradan Fibonacci ardıcılıqdır. 3 ilə 4 toplayanda 7, ilk 2 ədədin cəmi üçüncünü verir. 4, 7, 11, 7, 11, 18. Deməli, belə çıxır ki, bura 18 isə 18 ilə 11-i toplayanda 29 olur. Düzgün cavab 29, 18 olacaq. Burada da xətlərin sayı azalır, get-gedə. Deməli, 3 xət. Burada xətlərimizin sayı nə qədər oldu? Deməli, sonuncu şəkildə qruplaşdırsaq, burada alınır. Burada nə qədər xət alınır? Burada nə qədər xətdir?
açarıq. 4 buradan toplayanda 8 burada xətt var, 6 burada xətt, 7 burada var, 6 burada. Deməli, neçə xətt olacaq axırda? Düzgün cavab olacaq burada 3 xətt olan. Bu da hansıdır? 2 buradan, 1 buradan. Deməli, xəttlərimizin sayı 1, 2, 3, 4. Burada da deməli 4 dənə xətt burada var. Ümumi elədi 8. Burada nə qədər xəttimiz var? 2, 6 burada var. Yazaq 8. Ondan sonra 6 xətt var. Ondan sonra 5 xətt var. 3 xətt var. Yəni 2 azalır, 1 azalır, 2 azalır. İndi 1 azalmalıdır. 1 azalırsa 2 xətt olar. Düzgün cavab olacaq o zaman. Y variantı 2 xətt olar. Sonra gəlirik növbəti. Filizdən, deməli, mədən filizləri var. Yəni, filiz mədəndən çıxır, neft quyudan çıxır. Filiz mədəndən çıxır, belə bir söz də var da. Neft quyuları, filiz mədənləri. Düzgün cavab neft quyu olacaq. Sonra burada uzun bir mətin var. Bu biraz çətin mətindir, uzundur. Ondan əvvəl buradakı suallara baxaq, mətinə də baxacaq. Bu suallar standartdır, test düşür imtihana, rənglərini toplanmalıdır. Ağla qara rəng verir, qara ağ verir, ağ qara ağ verir, qara 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 verir. Eyni şəkildə bir rəngləri toplayıb tapacaq. Qara ilə ağ verir, bu isə ağ olacaq, qara 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 verir, ağ qara ağ, ağ qara. Düzgün cavab A variantı olacaq. İkinci Fibonacci'dən sual düşür. 4 ilə 5-in cəmi 9, 5, 9, 14, 9, 14, 23, 23-dən də 14 toplayanda 37. Bayaqçı sualın təkrarıdır. Eyni bax bu sualdan bu, heç bir fərqi yoxdur. İkisində də buradan başlayırsan toplamağa 7, 11, 18, burada da 9, 14, 23, birinci əldə 23 olacaq, 23-dən 14 toplayanda 37. Növbəti sual, burada ədədləri toplayıb 2-yə vurub, tərsini yazırdı. 13 2-yə vuranda 26, tərsi 62 eləyir. 11 2-yə vuranda 22, tərsi 2. 14 2-yə 28, tərsi 82. 17 2 34, tərsi 43. 12 2 24, tərsi 42. Növbəti 17-yə baxırıq. 17 uzun mətindir. Adətən belə suallar, çox vaxt belə suallar çalışın axıra saxlayın. Amma bunun məntiqi müstəraz bunları eləyə biləcək. Qeydlərini. Burada sırf cədvəl çəksək, vaxtımız gedər, həm də ki, şərtlər burada çoxdur. Əvvəlcə biz yaxınlaşdırım, sonra uzaqlaşdırım. Burada nə deyir? Deyir ki, oxçular Heyn, Purde, Beretta, Benelli və Merkel firmaları istehsal etdiyi tüfənglərlə gəlin tüfənglərin adlarını yazar. Tüfənglərimizin adları Heyndir. Ondan sonra digər tüfəngimizin adı Purdeydir. Sonra Purde, sonra deməli Beretta, Purde, Beretta. Ondan sonra Benelli, bir də ki Merkel'dir. Benelli və Merkel'dir. Bu bizim tüfənglərimizin markalarının adlarıdır. Bundan əlavə, deməli, həmin markaların istehsal edildiyi tüfənglər və sahələrin adlarını gəlir yazacaq. Sahələr bizə burada çox. Axırda da fikir verir. Bax, ən axırda sahələri soruşur. Ona görə mütləq sahələrin adlarını yazmaq lazımdır. Sahələrin adlarını yazaq. Yəni, onların o belədiyi sahələr. Birinin adı Samuddur. Buraya yazıram Samud. Birinin adı Yaşmadır. Ondan sonra birinin adı deməli, ulduz, qaf və şəkil. Ulduz, qaf və şəkil. İndi əlavə məlumatları ayrıca yazacağım. Çünki burada yazsaq yerimiz çatmayacaq. Kağızda da sizə zaten yer çatmır. Deməli, burada əvvəlcə onların sahəsi haqqında məlumat yazıram, sahələri. Sahələri hansılar? Birinin sahəsi 3000'dir, birinin sahəsi 4000'dir, 5000'dir. Ondan sonra birinin sahəsi qeydlərimizi yazırıq 40.4, birinin sahəsi isə 60.000 hektara bərabərdir. Bundan əlavə sahələri qeyd edəndən sonra onların hansı ovu tutduqlarının adlarını yazırıq. Biri qırqovudur, ovların adları qırqovu, ondan sonra cüyür, dağ keçisi, Sən burada əsas sahələr önemlidir. Sonra deməli kəklik, bir də ördək. Bunlar bizə köməkçi ifadelərdir ki,
bu əlamətlərdən istifadə edib tapacaq. Başlayırıq birinci şərtlə. Ovçular Purdey, Heym və Merkel firmalarının istehsal etdiyi tüfəngləri ilə satılan arasında sahəsi ən böyük və ən kiçik olan ovçuluq təsərrüfatında bu şovuna çıxırlar. Deməli, Purdey, Heym və Merkeldə nə sahə ən böyükdür, nə ən kiçikdir. Belə çıxır ki, 3000 o zaman Berettandan Benelliyə düşür. Berettandan Benelliyə, bu ikisinə düşür. Yəni dəqiq bilmir ya, sadəcə qeydimizi apardıq ki, Beretta ya da Benelli bunlara düşür. Bir də oxuyaq, bax birinci şərtdə başa düşəcəksiniz. Diqqətlə baxın. Ovçular Purdey, Heym və Merkel firmaların istehsal etdiyi tüfənglərlə nə ən böyük, nə də ən kiçik təsərrüfat sahəsini istifadə eləmirlər. Belə çıxır ki, nə ya 3000, nə də ki 60000 bunlara aid deyil. Heym, Purdey və Merkelə aid deyil. Sonra ikinci şərtdə deyir ki, Beretta və Benelli firmalarının silahları qat və şəkildə olubdur. Bilmirik ya, hansı qat, hansı şəkildə olduğunu bilmirik. Sadəcə bilirik ki, Beretta'dan Benelli samuqda, yaşmada, ulduzda olmayıbdır. Beretta'dan Benelli ya qatdadır, biri də şəkildədir. Hansının harada olduğunu bilmirik. Ondan belə çıxır ki, Heym, Purdey və Merkel qolları, tüfəngləri nə qatdadır, nə şəkildədir. Qatla şəkil biri Berettanındır, biri də ki Benelliyə düşür. Amma dəqiq bilmirik hansıdır. Sonra deyir ki, deməli, sadalanan ovçuluq təsərrüfatlarından birindən 15 dəfə kiçik olan yaşma. Bu ədədlərin içində 15 dəfə kiçik olan 4000-dən 60000-dir. Deməli, yaşma 4000-ə düşür. Çünki deyir ki, birindən 15 dəfə kiçik olan. Yaşmanın üzərində yazıram 4000, yaşma 4000-dir və deyir ki, deməli, yaşma ovçuluq təsərrüfatı sayəsində Purdey firmasının istehsal etdiyi silahla çıxırdılar. Deməli, yaşmaya Purdey'e üstəgəl qoyuram. O zaman Purdey'e samuqa çıx qoyuram, bunlara da çıx işarəsi qoyuram. Artıq yaşmanı tapdıq. Yaşmanın sahəsi 4000-dir, Purdey'dən istifadə olunur silah olaraq. Sonra deyir ki, bir dəqiqə, qırqovul ovu üçün çıxılan sahə samuq ovçuluq təsərrüfatından deməli, kiçik, zürovu olan Beretta'dan isə böyükdür. Deməli, artıq yazırıq ki, qırqovu samuqdan böyükdür. Qırqovu ovuna çıxılan isə samuqdan böyükdür. Yox, samuqdan böyükdür. Deməli, samuqdan böyükdür. Samuqdan kiçik düzüdür. Samuqu bırakırıq. Samuqdan kiçikdir. Sonra hansından böyükdür deyir ki, Beretta firması istehsal etdiyi tüfəng Beretta'dan böyükdür. O zaman biz demiştik ki, Beretta ya 3000'dir ya da 60.000'dir. Qırqovul Beretta'dan böyükdürsə, onda Beretta avtomatik sahəsi 3000 olur. Beretta 3000 olur, avtomatik 60.000 olur. Çünki burada deyirlər, Qırqovul Beretta'dan böyüksə, Beretta'nın sahəsi ən böyük ola bilməz. Beretta'nın sahəsi 3000'dir. Onda belə bir əlaqə alırıq artıq. Samuqun sahəsi Qırqovul. Ondan sonra, indi burada yaşmanda tapmışdık. Yaşma 4000'dir. Yaşma 4000'dir. Yaşma 4000'dir sahəsi. Beretta olanın sahəsi. Beretta olan sahəsi 3000'dir. O zaman Qırqovulun sahəsi olacaq, qulağasın 4000'dən böyük 5000'dir. Samuq olanın sahəsi olacaq 40,4. Samuqdan da böyük olacaq. Hansı ki, Benelli silahından istifadə edilər. Benelli'dən ən çox olacaq sahəsi, yəni 60'dir. Benelli sahəsi 60'dir. Ondan sonra deyir ki, deməli, Beretta'da Züyurovu üçün Beretta'nın, Züyurovu deməli Beretta'ya düşür. Deməli, belə çıxır ki, Beretta Züyurovudur, Züyrə yazırıq Beretta, Züyrə yazırıq Beretta. Ondan sonra, dağ keçisi olan sahə şəkil ovçuluq təsərrüfat sahəsinə çıxıldı. Dağ keçisi şəkildirsə, biz də demişdik ki, şəkil ya Beretta'dır ya Benelli'dir. Beretta'da deməli cüyürdür. Dağ keçisi şəkildirsə, onda belə çıxır ki, şəkiyə Benelli düşəcək. Çünki Beretti'də cüyür olubdur. Benelli olacaq şəkil, artıq Benelli şəkildirsə, Beretta avtomatik olacaq qat. Çünki ikisindən biri olmalıydı. Artıq sahələri tapırıq burada. Ən az sahə qaxdadır. Ondan sonra yaşmadır bura. Ən yuxarı sahə deməli şəkiyə düşdü. Şəki buradır. Bir dənə Qırqovul onda hara düşür? Ulduza. Bizdən zaten sahələri istəyirsə, qalanlarını tapmağa isə ehtiyac yoxdur. Axırda sahələri istəyir.
Deməli, ən yuxarı sahə şəkildir, sonra samuqdur, sonra ulduzdur, sonra yaşmadır, sonra qafdır. İndi gəlib baxaq burada, axırda bizdən atması ardıcılığından ardıcılığı istəyir. Deməli, ən atması, yəni kiçikdən böyüyə də ən aşağı qafdır. Qafın nömrəsini 4 verir, yazırıq 4. Ondan sonra yaşmadır. Yaşmanın nömrəsini 2 verir. Ondan sonra ulduzdur. Ulduzun sahəsi, ulduzu veribdir, 3 verir. Ondan sonra samuqdur. Samuqun nömrəsini 1 verir. Ən yuxarı şəkildir. Ən böyük sahə şəkildədir. 4, 2, 3, 1, 5 o da E variantı olur. Yəni sahələri istəyirsək, heyvanların adlarını tapmağa ehtiyac yox. Hansı. Sonra gəldi 18-ə. 18 sinifdə əlaçı şagirdlərin sayı, əlaçı olmayanların sayının 6'da birini təşkil edir. Kəsrin yuxarı hissəsi əlaçıları göstərir. Aşağısı isə ümumi əlaçı olmayanların sayını göstərir. Əlaçı şagirdlər. Olacaq 6x. Məxrəc əlaçı olmayanı göstərir. Ehtimal axırda bizə deyir ki, əlaçı şagirdin bütün şagirdlərin hansı hissəsini təşkil edir. Bütün şagirdlər də əlaçına, əlaçı olmayanların cəmi gedir. Yəni x-dan 6x-in cəmi gedir. Axırda bizdən əlaçını istəyirsə, yəni x-i bölürük 7x-ə, buradan da x-lar gedir. Düzgün cavab 7'də 1 olur. Növbəti aşkar operatorla bağlı bir sualdır. Aha, burada tənlik əldə edir, yerinə qoyacaq. Deməli, 5a kvadrat, aşkar operator, 5a kvadrat, kvadrat işarəsi, 4b'nin kubu, 4b'nin kubu, bərabərdir 3a üstəgəlinin 4b. İndi bizdə yazılır 80 kvadrat 8 bərabərdir sual. İndi biz 5a kvadratı 80'ə bərabər edəcəyik. Çünki kvadratın solunda 5a kvadrat, solunda 80'dir. Buradan da a kvadrat bərabər olacaq. 80'i 5'ə böləndə 16 olur. A'nın da müsbət kökü olacaq 4. İndi b'ni tapmaq üçünsə 4b kubu bərabər edir 108'ə. Buradan da b kubu bərabər 27 olur 108'i 4'ə böləndə. İndi hansı ədədin kubu? 3. Bəli. Yəni hansı ədədin kubu 27 eləyir 3'ün. Deməli, beləliklə düzgün cavab olacaq 3'ün. Yəni, B-nin qiyməti olacaq 3. Düzgün cavab olacaq 3. Yəni, B-3. İndi aparıb yerinə qoyasıyıq. A-ya tapdıq 4, B-yə 3, aparıb yerinə qoyaq. 3 dəfə 4'ün 12, 4 dəfə 3'ün 12. 12 toplayanda düzgün cavab 24 olacaq. Yəni, C variantı. Növbəti, yenə də baxın Fibonacci. Bir qəbulda 3 dənə Fibonacci düşürdür. 3 dənə Fibonacci. Növbəti yenə Fibonaccidir. 1 ilə 2'ni toplayanda 3, 2 ilə 3, 5. Fibonacci ədədləri odur ki, ilk 2 ədədin cəmi üçüncünü verir. Fibonacci ardıcılığı o gedir. İlk 2 ədədin cəmi üçüncünü verir. Yəni Fibonacci ədədləri 1'dən başlayır. Belə olur. 1, 1, 2, 3, 5, 8, 13, 21 bu şəkildə gedir. İndi burada da 21 ilə 34 toplayanda 55 edir. Təzdən 55 ilə 34 toplayanda 89 edir. Beləliklə düzgün cavab olacaq D variantı. 21. Avtomobil parkı dayanacaq üçün olan yeri həftəlik 10 manat və aylıq 30 manat icarəyə verir. Dayanacaq yerini icarəyə götürərkən ay verilən şəxs bir rəzin icarə etən həftəlik bir müqayisəni tapır. Deməli, burada həftəlik, orada da yazılır həftəlikçidir. Həftəyə pul ödəyəndə 10 manat ödəyir, aylıq ödəyəndə 30 manat ödəyir. Deməli, indi bildiyimiz ki, 1 il 12 aydır. Bu 12 ay əgər illik ödəsə, aylıq ödəsə, 12'ni 30'a böləndə 360 manat pul ödəyir. 360 manat ödəyir. Həftəlik ödəyəndə isə həftəsinə deməli 10 manat pul ödəyir. Onu vururuq 52'yə 520 manat edir. Orada yazır ki, 1 il 52 həftədir. Deməli, nə qədər onda qənaət edir? Birində 360 ödür, birində 520, 160 manat qənaət eləmişdir. Düzgün cavab 160. Yəni D variantı. Sonra növbəti. Kinoperator kameradan istifadə edir, rəssam fırçadır. Burada alət kimidir. Məsələn, qəssaba balta versə düzgün olardı. Mehemçiyə dəbir versə düzgün olardı. Burada ümumiyyətlə əlaqələr düz deyil. Rəssam da fırçadan istifadə edir. Növbəti tərəzi sualı. Tərəzidə əvəzləmə üsuluna yazmaq olar. Məsələn,
dairə romb bərabərdir 3 dənə dairə. İkinci gözdə isə 2 üçbucaq bərabərdir 3 dənə romb verildi. Birinci gözdən biz dairəni silə bilərik. Yəni bir romb 2 dairəyə bərabərdir. Deməli, bir rombumuz 2 dairəyə bərabərdir. Aparıb yerinə yazsaq, 2 üçbucaq bərabər olan rombun əvəzinə 6 dənə dairə yaza bilərik. Çünki bir romb 2 dairədir. Buradan da yarısını aparsaq, bir üçbucaq 3 dairə olar. İndi burada da 3 dairəndə necə verir? Bir romb 2 dairə ilə verir. Yəni, bir romb 1 dairə ilə verir. Düzgün cavab deyil. Yəni, cavab da belə verir. Əgər 2 dənə dairəni rombdan əvəzləyibdir, yanına da 1 dairə verəndə eyni cavab. Belə bir D variantı düzgün cavab sayılır. Ondan sonra növbəti yenə mətin var, 24-ə baxaq. 4 nəfər ABCD avtomobillərdən soldan sağa doğru ardından bir iki nəfərliyi saxlayırlar. AB'nin avtomobili yanlışlarını, C'nin avtomobili, B'nin avtomobili neçənci yerdə ola bilər. Belə suallarda ola bilər deyilsə, çox güman ki, bu sualın ən azı 2 dənə düzgün cavabı var. Ola bilər odur ki, yəni dəqiq deyil də, ola bilər variantlarda birini versin, birini verməsin və ya ikisini də versin. Deməli, nömrəli avtomobilləri 1, 2, 3, 4 nömrəli yerlərdə yansınlar. A və B'nin avtomobilləri yanaşı dayanırlar. A ilə B mütləq yanaşı dayanmalıdırlar. C avtomobili B və D'nin arasında saxlayır. Deməli, C B ilə D'nin arasında saxlayır. Ondan sonra deyir ki, deməli, B və D'nin arasında B'nin avtomobili neçənci yerdə ola bilər. Deməli, gəlin baxaq. Məsələn, A variantında 2 ilə 3'ü verildir. Bizdən B'ni soruşur. Baxırlar. B ikinci olsa, onda belə olmalıdır. Məsələn, A burada, B burada. Amma B orada deyir ki, deməli, C B ilə D'nin arasında olmalıdır. Yəni, ikincisi ola bilər əslində. Deməli, A birinci, B 2, A ilə B yanaşı olmalıdır. Şərtdə ziddiyyət yoxdur. B və D'nin avtomobillər arasında C dayanmalıdır. Şərtdə ziddiyyət yoxdur. Və yəni 2 olan cavabı götürmək olar. Yəni, bir versiyası 2-dir. Görək sonra indi 3'ə baxaq. Görək üstə diyana bilərmi? İndi üstə diyansa B, onda belə olmalıdır. B ilə A yanaşıdır. Tutaq ki, B burada, C də B ilə D'nin arasında dayanmalıdır. C'ye yer olmur da. C'ni bura qoysaq, D'ye yer olmur burada. Məsələn, C'ni burada qoysaq, D'ni burada qoysaq, A'nı burada. Rezilliyyət olur. B üçüncü olsa, başdan deyir ki, A və B yanaşı dayanır, yanaşı dayanırlar. C avtomobili B ilə D'nin arasında saxlayır. Həmçinin də götürmək olar. Çünki heç bir ziddiyyət yoxdur. Yox, məsələn, o bir şərtləri yoxlayarıq. Beləliklə, burada A variantı düz cavab olacaq. Yəni, burada bir də baxaq. Üçüncü olan da B, yəni A onun yanında dayanır. C də B ilə D'nin arasında dayanır. Məsələn, üçüncüyə qoysaydıq burada. Yalnız 3 sənə artıq 2 varsa, yalnız olan cavabı çıxırıq. Yoxlamaya ihtiyacı yoxdur, yalnız 2-də çıxırıq. Birinci olmaq versiyasına baxaq. Məsələn, B burada olsa, artıq A ilə B yanaşı dayanmalıdır. A-nı bura qoysaq, C B ilə D'nin arasında girə bilmirlər. C bunun arasında girsin. Burada avtomobil yoxdur. Deməli, bir olan cavabı çıxırıq. Dördüncü olsa, yenə də A gəlir onun yanında durur. C bunların arasında girə bilir. Belə düzgün cavab 2 və 3 A variantı olacaq. Sonra ondan sonra burada pullarda qarşı üzləri çıxmaqdan almaq olar səhvləri. Məsələn, səhvlərdən biri B variantını çıxaq. Çünki Y ilə B qarşı üzrü eyni vaxtda görülə bilməz. Çıxaq bunu. Ondan sonra baxaq, sonra səhv bu ilə A qarşı üzrü görülə bilməz eyni vaxtda. Pulların əsas qaydası qarşı üzrlər eyni vaxtda görülə bilmir. Ona görə Y variantını qatırıq. Sonra baxırıq bura. Yenə də bu hərflə, yəni böyük Y hərfindən B hərfi qarşı üstə görülə bilməz. Ona görə B variantı da çıxırıq. Sonra A variantında burada A-nın üzərində C-ni bu tərəfə gətirəndə istiqaməti dəyişməliydi. Həm də B A-nın solundadır. Şəkildə isə sağında verir. A-nı da çıxanda
Niyə ki, bu... O tərsdən o, D hərfidir, onun sonra yanında D, bu tərəfə çevriləndə D olur. Bu hərfə çevriləndə D, üzərində G olur, sağına da C düşür. Bu D hərfidir, B hərfi yox. Qarşı sürtüm yox, D düşürlər. İndi o biri variantlarda da səhvlər. A-da səhvliyi, məsələn, A-nın B solundadır, burada sağındadır. Səhv verir, C-nin istiqamət də səhvdir, A-nı çıxıdır. İndi qaldı C variantına. C variantına da baxaq. Bəli. Burada da deməli, onun istiqaməti səhvdir. Bir də düzgün cavab bu D hərfidir. Bəli, D hərfini çevirəndə Y gəlir bunun qarşı düşüm üstündə durur, sağında da C durur. Düzgün cavab D variantı. 28-ci sual. 28-dən buradakı ədədləri toplayırıq. 2, 9, 4-ü toplayanda 15 edir, 15-dən 11 çıxanda 4. Bunları toplayanda 20, 20-dən 11 çıxanda düzgün cavab 9 edir. Sonra burada əsas baxaq məsələlərə, uzun məsələlərə baxaq. 40-42 nömrələrə baxarıq, uzun mətnidir. 30 nömrəli sual. 30 nömrəli sualda qalıqlı bölmənin qaydasından istifadə edəcəyik. X, Y bölüb bu ədədin tərsinə Y-X-a. Burada bir dəfə yazır. Y-X-i bir ağzanda, burada qalır Y-X. Buradan da düşür 18. Bizdən vaxtında X çıxat Y-X soruşur. Deməli, burada baxan kimi görünür ki, X Y-dən böyükdür. Çünki böyükdən kiçik çıxarıq da. Deməli, burada kiçikdən böyük çıxmışıqsa, bu bura yadda verildir. Normalde X çıxan Y-ın aşağısına 1 verir. Əslində bu neçəymiş ki 1 olub yadda verəndən sonra? Yox, bax, elə bir 1-ə düşüb də, bir vaxtda azalıb 1 olubdur. Neçə olar bu? Nədən 1 çıxanda 1 eləyib verədir? 2-dən. Deməli, düzgün cavab 2-də əslində. Yadda verir də. Məsələn, tutaq ki, belə olsaydı, məsələn, onda neçə olardı onların fərqi əslində? Yadda verir yenə. Neçə olardı? A-sı 3 olardı. Yəni, birinci rəqəm üstünə 1 gəlir, həmişə. Yadda qalsın. Birinci rəqəm üstünə 1 gələndə düzgün cavab 2 edir. Sonra mikroskop cihazdır, mamur bitkidir. Daha saatdır. Bunları hərflərin mövqeyinə görə də tapırsınız. Burada sonra operator tərslərini bir-birinə bölürsən. 63-ü 21-ə böləndə 3 edir, 65-13-ə 5, 24-12-ə 2, 75-25-ə böləndə 3 nəfər düşür. Burada da rəqəmlərin müxtəlif olan 4 rəqəmlərdə də rəqəmlərin hansıdır ki 8-dir, bu şərtdir, yəni ən kiçik ədəd deyil. Ən kiçik ədəd deyilsə, biz 1-dən başlayırıq. O biri rəqəmləri isə elə götürməliyik ki, ən kiçik olsun. Hansı rəqəmləri götürməliyik ki 8 edir? 2 vuraq, 3 vuraq, 6. Deməli, o biri rəqəmlər olacaq 2, 3, 6. Bizdən də 3-cü rəqəmi istəyirsə, cavab üstü. 4'ü unuttuk. 4 böyükdə 3-dən, o görə 3 götürür. 2, 3, 6. Ən kiçik içərisində 336. 336 rəqəmlər hansıdır? Deməli, yox, daha doğrusu 8, artı 8 olur. 238 rəqəmlər hansıdır? 48. Sən 3-cü rəqəmi soruşursan, cavab nasıl olur? Sonra, burada hamısı idarə olunan formasıdır. Kommunalizm, sosializm, feodalizm, kapitalizm. Düzgün cavab D variantı. Rasyonalizm. Rasyonalizm idarə forması deyil. 19 hərbi rütbələrdir. Mayor hərbi rütbədir. Deməli, ulduz ay, sonra polkovnik. Polkovnikdən 3 dənə ulduz olur, ay 3 ulduz, leytinant 2 ulduz olur, hərbi rütbədir və general. Generalda da, burada general mayor, ondan yuxarı general leytinant, ən yuxarı general polkovnikdir, ən yuxarı rütbələrdir. Vəzifə sözü isə ümumi anlayış baxımından gedir. Və nəhayət gələk baxın bu suala, 40-42 maraqlı sualdır, uzundur. 3 suala əhatə edir. İmtahanda da bildiyimiz kimi həmişə axırda 3 dənə sual olur, belə. Başlayaq, mətni oxuyaq, ondan sonra şərtlərə əməl edilir. Deməli, Rövşən Akif, Qədir və Samir eyni bir binanın 6, 7 və 8 nömrəli binasında, mərtəbəsində evlər alırlar. Adlarını yazıram. Deməli, 6-cı mərtəbə, diqqətdən baxın. 7-ci mərtəbə, 7-ci mərtəbə, ondan sonra bir də 8-ci mərtəbə.
Deməli, belə çıxır ki, 4 nəfərdirlər, onda hansısa 2 nəfər eyni mərtəbədə qalır. Çünki 4 dənə adam var, 3 dənə mərtəbə ev var da. Yəni, ola bilər ki, burada 100% ikisi eyni mərtəbədə qalır, qalanlar fərqli. Sonra deyir ki, deməli, orada kredit şərtlərini verir, məbləğləri verir. Gəlin biz qeydlərimizi aparaq. 3 illik kreditlə alınmayan 6-cı mərtəbə. Deməli, 6-cı mərtəbə 3 illik deyil. Yəni, 6 il də ola bilər, 2 də ola bilər. İlləri verir orada. Yox, daha doğrusu 3 illik deyilsə 2, 4 və 5 ola bilər. İlləri orada verildir. Yəni, evlər bu şərtdən alınır da. Deməli, biri 2 illikdir, biri 3 illik, biri 4 illikdir. 6-cı mərtəbədə olan ev, qeyblarsın. 6-cı mərtəbə, bunların evdə yazdım elə, yerlərində biz yazın. Sonra altını aşağı yazdım, aşağı mərtəbədə. 6-cı mərtəbədə deməli, ya 2 illikdir, çünki 3 illik deyil, ya 4 illikdir, ya da 5 illikdir. Bunlardan biridir. Və sonra deyir ki, 4 otaqlı mənzildir. Bunun nömrəsi verildir. Evlərin də deməli, mənzilləri bəziləri 1 otaqlıdır, 2 otaqlı, 3 otaqlı və 4 otaqlıdır. İllərdəki 2, 3, 4, 5-dir. Otaqlar da deməli 1, 2, 3 və 4 otaqlıdır. Deməli 4 otaqlı mənzili tapılır artıq. Benim özü 6-cı mərtəbə 4 otaqlıdır və nə qədər məbləğ ödənir? İlkin ödəniş 13.000-dir. İlkin ödəniş 13.000-dir. Orada da ilkin ödənişləri yazın. Ödənişləri yazıram bura. 13, 14, 15 və 16.000. 13.000-liyi tapdıq. 13.000-liyi 6-cı mərtəbəyə düşür. Deməli, 6-cı mərtəbənin kredit müddətini bilmirik. Sadəcə bilirik ki, ya 2, ya 4, ya 5 illik deyil, 4 otaqlıdır və 13.000 verilir. Samirin 2 otaqlısından aşağıda yerləşən mənzil Akif 14.000 manat ilkin ödəniş verildi. Deməli, Samir 2 otaqlıdır. Burada yazırıq. Samir 2 otaqlıdır. Samir 2 otaqlıdırsa artıq 6-cı mərtəbə ola bilməzdir. Niyə görə? Çünki 6-cı mərtəbə 4 otaqlıdır. Samir ya 7-ci mərtəbədir, ya da 8-ci mərtəbədir. Ya da 8-ci mərtəbədir. İndi Akifin də evi Samirdən aşağıdadırsa, əgər Samir 7 olsa, avtomatik Akif 6 olacaq. 6 ola bilər. Çünki dedik ki, hansısa mərtəbədə 2 dənə ev var. Deməli, Akif ya 6-cı mərtəbədir, ya da 7-ci mərtəbədir. 8 ola bilməz. Çünki Samirdən aşağıdadır. Samir məsələn 7 olsa, Akif 6-dır. Samir 8 olsa, Akif avtomatik 7-dir. 14.000 manat ilkin ödəniş edərək, deməli 14.000 verirdi Akif. Akif 14.000 manat pul veribsə, onda belə çıxır ki, Akif 14.000 veribsə, 6-cı mərtəbədə başqa evdə ola bilər. Akif 14.000 manat pul verib və 4 illik kredit alıbdır. Deməli, 4 illik Akif alıbsa, o zaman belə çıxır ki, 6-cı mərtəbə 4 illik ola bilməz. 4 illik silirik. Ya 2 ildir, ya da 5 ildir. Çünki 4 illik ev gəlib, düşür Akifin payına. Akif deməli 14.000 manat pul ödəyibdir və 4 illik alıbdır. Ondan sonra deyir ki, deməli 14.000 manatda ödəniş edib. Bunu da yazdıq. Ən az kredit müddətinə alınan və otaqlarının sayı 3 olmayan mənzil üçün Rövşən Samirdən çox ilkin ödəniş ödüdür. Deməli, Rövşənin evi 3 otaqlı deyil. Rövşən 4 də ola bilməz. Çünki 4 otaq 13.000-ə alınıbdır. Rövşən 3 də deyil. Və deyir ki, deməli, Rövşən Samirdən çox, ən az 3 illik də deyil, Rövşən 4 illik də ola bilməz. 4 də deyil, 2 də deyil, 3 də deyil. Rövşən onda avtomatik 1 illik alıbdır. Ən qısa müddət. Ən qısa müddət neçə idi? Daha doğrusu, ən qısa müddət 2 il idi. Rövşən 2 illik alıbdır. Çünki bir də baxaq, bax, deməli, biz tapdıq ki, deməli, Rövşən ən az, orada deyir ki, ən az kredit müddətinə alınan və ən az Rövşən deməli 2 illik alır. Rövşən 2 illik alırsa, ən az kredit müddəti 2 ildir də. Onda belə çıxır ki, avtomatik 6-cı mərtəbə 5 illikdir. 6-cı mərtəbə 5 illikdir. Ondan sonra deməli, Rövşən 2 illik alıbdır, Akif 4 illik, Samirə də onda 3 illik qalır. So, kimin neçə illik ev aldığını tapdıq. Samir 3 illik ev alıbdır, Akif deməli 4 illik ev alıbdır, Rövşən də 2 illik ev alıbdır. Ondan sonra deməli, onda belə çıxır ki, Qədir 6-cı mərtəbə, Qədirə də 5 illik qalır. Deməli,
Samir 3 illik, Akif 4 illik, Rövşən 2 illik. Qədirə də 5 illik qalırsa, Qədirin artıq evini tapmaq olur. Deməli, Qədir 6-cı mərtəbədə yerləşir evi və Qədirin evi 4 otaqlıdır. Qədir haqqında tam məlumatlarımız var və 13.000 manat pul ödəyir. Yəni 6-cı mərtəbədə yaşayan Qədirdir. Hələ ki, bir bunu tapmışıq. Tam dəqiq bunu tapmışıq. Qədir 6-cı mərtəbədədir, 5 illik, 4 otaqlı 13.000-dir. Samir 2 otaqlıdır, 3 illikdir, ya 7 ya 8-ci mərtəbə, Akif ya 6 ya 7-ci mərtəbədə 14 illik, 4 illik, Rövşən də 2 illik alıbdır. Şimdi burada deyir ki, Rövşən Samirdən çox ilkin ödəniş ödəyibdir. Deməli, Rövşən Samirdən çox ilkin ödəniş ödəyibsə, 14-13 ödəyə bilmir, Rövşən ödəyir onda 15.000 manat pulu, ancaq 15 qalır da burada. Onda Samir də ödəyir ən az pulu, Samirə də qalır 13.000. Samir də 13.000 manat pul ödəyir. Hamısı pul ödəyir oldu. Akif 14.000 ödəyir, Rövşən 15.000, yox, Qədir 13.000 idisə, onda deməli 14, 15, ən yuxarı 16.000. Rövşən deməli 16.000 manat pul ödəyibdir. Onda Samirə də qalır 15.000 manat. Çünki baxın deyək ki, Rövşən Samirdən çox ilkin ödəniş ödəyib. Rövşən 14 ödəyə bilməz, 14-ü tapmışıq. Rövşən 13 ödəyə bilməz, 15-16 qalır. Rövşən 16 olar ki, Samir 15, çünki Rövşən Samirdən çoxdur. Bizim tapdığımız ancaq budur. Tapa bilmədiyimiz nədir? Samir ya 7 ya 8-ci mərtəbədir, Akif ya 6 ya 7-ci mərtəbədir. Rövşən də deməli, Rövşən də mərtəbəsini dəqiq tapmamışıq. Dəqiq tapdığımız Qədirin olduğu mərtəbədir. İndi sonra görək nə deyil? Mənzillərdən ikisi 8-ci mərtəbədədir. Bu mənzillər kimlər ola bilər? 8-ci mərtəbədə Qədir yaşaya bilir, Qədir 6-cı mərtəbədədir və Qədirin evi 4 otaqlıdır. Ona görə 4 otaq olan cavabları dərhal çıxırıq variantlardan. Ondan sonra, deməli, 8-ci mərtəbədə Akif də yaşaya bilməz. Akif ya 6 idi, ya 7 idi. Akifin də deməli 4 illik idi. Otaqların sayını tapmaq olar. Samir 2 otaqlı, Qədir 4 otaqlı. Ondan sonra Samir, Rövşən burada neçə otaq idi? Deməli, Rövşən Samirdən çoxdur. Deməli, Samirin çox otaqlısından aşağı yerləşən mənzili. Qədir deməli 4 otaqlı, Akif deməli otaqların saylarını da burada tapmışdıq. Qədir 4 otaq alıbdır. Sonra otaqların sayı, Samir 2 otaqlı alıbdır, Akif ilə Rövşən. İndi otaqların sayı, ən az otaqların sayı 3 olmayan Rövşən. Rövşən 3 otaq deyilsə, Rövşən avtomatik 1 otaq olacaq. Çünki Rövşən 2 otaq ola bilməz, 2 otaq Samirdir, 4 otaq Qədirdir, 3 otaq da özü deyil. Bax, deyir ki, otaqların sayı 3 olmayan. Deməli, Rövşən onda 1 otaqlı alıbdır. Onda Samir 2 otaqlı, Akifə də qalır 3 otaqlı. Akifə də qalır 3 otaqlı. Hamısını tapdıq. Samir 2 otaq, Akif 3 otaq, Rövşən 1 otaq, Qədir 4 otaq. İndi deməli, Akif burada 6 ilə 7-də yaşayır. Ona görə cavabda 3 otaq olan variantı da çıxırıq. 3 otaqları çıxanda düzgün cavab A variantı qalacaq. Yəni, 1 otaqlar qala bilər Rövşənlə və həmsinin 2 otaqlı. 2 otaqlı kim idi? 2 otaqlı deməli burada Samir idi. Rövşənlə Samir qala bilər. Baxın, Samirə yazmışıq 8-ci mərtəbə. Rövşən haqqında da məlumatımız yoxdur. Rövşən hamısı ola bilər. 6-da, 7-də, 8-də ola bilər. Sonra deyir, aşağıdakılardan hansı səhvdir? Akifin mənzili 4 otaqlıdır. Akif neçə otaqlıdır? Tapmışıq. 3 otaqlıdır. Deməli, elə A variantı səhvdir burada. Ona görə A variantını çıxırıq. Və nəhayət 42-yə baxırıq. Aşağıdakılardan neçəsi mütləq doğrudur. 3 illik kreditə alınan mənzil 5 illik kreditə alınan mənzildən yuxarıdakı mərtəbələrdən birindədir. 3 illik olan Samirdir, 5 illik olan Qədirdir. Qədir 6-cı mərtəbədədir, Samir ya 7 ya 8 olmalıdır. Samir 100% Qədirdən yuxarıda yerləşir də. Birinci elə mütləq doğrudur. Biri götürürük. Bir də baxın, deyir 3 illik kreditə alınan ev. 3 illik kreditə alınan ev Samirindir. Samir ya 7 ya 8-dir. 5 illik alınan Qədir 6-dır. Yəni, istəyir 7 olsun, istəyir 8 olsun, Qədirdən yuxarıda yerləşəcəkdir. Bu doğru fikirdir. Mənzillərdən ikisi Qədirin mənzilindən aşağıdadır. Qədir əksinə bu kobud səhvdir. Qədir 6-dadır, 6-dan aşağıda ev yoxdur. Ən aşağıda yaşayan Qədirdir, bu kobud səhvdir. Mənzillərdən yalnız biri 8-dədir. Bu özünü elə bir inkar edir, fikir verin.
Burada deyir ki, mənzillərdən ikisi 8-dədir. Burada da deyir ki, biri 8-dədir. Bu da səhv fikirdir. 2 dənə 8 ola bilər, özü şərtdə vermişsiniz zaten. Akifin mənzili 7-ci mərtəbədədir. Bu ola da bilər, olmaya da bilər. Akif ya 6-dır, ya 7-dir, mütləq doğru deyil. Bir otaqlı və 3 otaqlı mənzillər eyni mərtəbədədir. Bu haqda da məlumatımız yoxdur. Yəni, sadəcə bir dənə qədirin mərtəbəsini bilirik. Yəni, bunu da çıxırıq, yalnız düzgün cavab qalır B variantı. Ben bu kadar vaxtı sərf eləməyə dəyərli bir dənə soru. Niyə deyilmiş? Fərq yox, Ben özə 2-3